Qoç bürcü. Səhər parlaq və uğurlu olacaq. Əksər qoçlar emosional yüksəliş, ilham və güc artımı hiss edəcəklər. Başqalarını çaşdıran işlərin öhdəsindən belə gələ biləcəksiniz. Əməkdaşlıq son dərəcə məhsuldar olacaq. Günün ortasında həmkarlar və rəhbərliklə fikir ayrılıqlarından qaçmaq çətin olacaq. Ancaq ünsiyyətdə çox inadkar və sərt olmasanız, o zaman ciddi münaqişələrə gəlməyəcək. Kiçik problemlər mümkündür, lakin onlar sizi yoldan çıxarmaz. Yaxınlarınızın dəstəyi əhval dəyişikliyinin öhdəsindən gəlməyə kömək edəcək. Buğa bürcü. Gün yeni başlanğıclar və qeyri-adi fəaliyyətlər üçün əlverişlidir. Təkcə işdə deyil, həyatda da sizə faydalı olacaq faydalı bacarıqları öyrənmək şansınız olacaq. Qeyri-standart vəziyyətlərdə intuisiya sizə düzgün yolu söyləyəcək. Özünü təhsillə məşğul olmaq, ixtisasınızı artırmaq və imtahanlara hazırlaşmaq üçün doğru vaxt. Ev işləri sizi işinizdən yayındıra bilər. Bununla belə diqqəti yayındırmamaq və prioritetləri düzgün təyin etmək bacarığı buğaların əksəriyyətinə yaranan bütün problemləri uğurla həll etməyə kömək edəcəkdir. Axşam dostlarla görüşmək və ciddi mövzuları müzakirə etmək üçün əlverişlidir. Əkizlər bürcü. Gün biraz çətin başlayacaq, amma getdikcə hər şey düzələcək. Səhər saatlarında diqqətinizi tapşırıqlarınıza cəmləmək və düşüncələrinizi toplamaqda çətinlik çəkəcəksiniz. Etibarlı müttəfiqlərlə belə kiçik fikir ayrılıqları ola bilər. Əgər özünüzü çox əsəbi hiss edirsinizsə, sakitləşmək üçün özünüzə vaxt verin və yalnız bundan sonra tapşırıqlarınızı yerinə yetirməyə başlayın. Bir çox əkizlər heç bir səbəb olmadan narahat olmağa meyilli olacaqlar. Lakin günün ikinci yarısında müsbət tendensiyaların təsiri özünü hiss etdirəcək. Səhvləri düzəldə, itirilmiş vaxtı kompensasiya edə, pozulmuş əlaqələri bərpa edə və dinclik tapa biləcəksiniz. Xərçəng bürcü. Sizi günə qeyri-adi uğurlu başlanğıc gözləyir, ona görə də işləri sonraya qoymayın. Güc və enerji artımı hətta ən çətin və dolaşıq işlərin öhdəsindən asanlıqla gəlməyə imkan verəcək. Xərçənglərin bir çoxu son vaxtlar tez-tez münaqişə etdikləri insanlarla münasibətlərini yaxşılaşdıra biləcəklər. Əlavə öhdəliklər götürməli ola bilərsiniz, lakin bu, karyeranıza çox müsbət təsir edəcək. Axşama doğru yorğunluq yığılacaq və emosiyaların öhdəsindən gəlmək çətinləşəcək. Başladığınız işi bitirin, əyləncəli fəaliyyətlərə vaxt ayırın və ya köhnə dostlarla söhbət edin. Şir bürcü. Gün çoxlu uğurlu fürsətlər gətirəcək. Rəhbərliyin gözündə özünüzü sübut etmək və liderlik keyfiyyətlərinizi nümayiş etdirmək şansınız olacaq. Bir çox şirlər təcrübəli həmkarlarının məsləhətlərindən faydalanacaqlar. Gələcək üçün planlar haqqında düşünmək üçün əla vaxtdır. Qarşınızda yeni perspektivlər açıla bilər, bundan yararlanmaq vacibdir. Yeni şeylər öyrənmək və peşəkar inkişaf üçün yaxşı vaxtdır. Qazandığınız biliklər tezliklə sizin üçün faydalı olacaq. Yaxınlarınızla bağlı xoş xəbərlər gözləyə bilərsiniz. Sövdələşmələrin bağlanması və müqavilələrin imzalanması üçün əlverişli gündür. Qız bürcü. Günün ilk yarısında emosiyaların öhdəsindən gəlmək çətin olacaq. Əksər qızlar çətin ki, cari işlərlə bağlı başqaları ilə fikir ayrılıqlarından qaçsınlar. Ev işləri sizi işlərdən yayınmağa məcbur edəcək. Planlarınızı tez dəyişməli olacaqsınız, bu da əhvalınıza ən yaxşı təsir göstərməyəcək. Günün ikinci yarısı kifayət qədər əlverişli olacaq. Nüfuzlu insanların dəstəyini qazana, ən yaxşı tərəfinizi göstərə və lazım olan hər şeyin öhdəsindən gələ biləcəksiniz. Axşam qonaqları qəbul etmək üçün idealdır. Ümumi biznes maraqlarınız varsa, xüsusilə yaxşıdır. Tərəzi bürcü. Günə vacib işlərlə başlamamalısınız. Bir çox tərəzilər məişət problemlərindən narahat olacaqlar, ona görə də fikirlərinizi toplamaq o qədər də asan olmayacaq. Özünüz idarə edə biləcəyiniz şeylərə diqqət yetirmək daha yaxşıdır. Həmişə bir-birinizi yaxşı başa düşsəniz belə, ətrafınızdakilarla ortaq dil tapmaq həmişə mümkün olmayacaq. Bir az sonra vəziyyətin yaxşılığa doğru necə dəyişdiyini görəcəksiniz. Qarşınızda maraqlı perspektivlər açılacaq, bundan yararlanmaq vacibdir. Uzun işgüzar səfərlər yaxşı keçəcək. Sizdən gözləmədiyiniz insanlardan dəstək ala bilərsiniz. Əqrəb bürcü. Gün problemsiz olmasa da uğurlu və maraqlı olacaq.
Əksər əqrəblər özlərini yüngül və emosional olaraq yüksəlmiş hiss edəcəklər, buna görə də hər hansı bir problemin öhdəsindən oynayacaqlar. Təcrübəli dostların və ya həmkarların məsləhətləri sizə kömək edəcəkdir. Önəmsiz səbəblərə görə diqqətinizi yayındırmamalısınız, əks halda bütün planlaşdırılan işləri yerinə yetirməyə vaxtınız olmayacaq. Axşam yaxınlaşdıqca diqqəti əsas işə cəmləmək çətinləşəcək. Evdəki problemlər diqqətinizi çəkəcək və bu sizi biraz yoldan çıxara bilər. Əgər çətin günlər keçirdiyinizi hiss edirsinizsə, yaxınlarınızdan kömək istəməkdən çəkinməyin. Ox atan bürcü. Cazibədarlığınız nəzərə çarpacaq dərəcədə artacaq və bir çox məsələlərin həllinə kömək edəcək. Rəhbərliyin gözündə özünü sübut etmək şansı olacaq. Bir çox ox atanlar xüsusilə sərfəli sövdələşmələr bağlaya və faydalı insanlarla əlaqələr qura biləcəklər. Məişət məsələləri ilə məşğul olmaq üçün işinizdə qısa fasilə verməli olacaqsınız, lakin bu çox da ağır olmayacaq. Kütləvi yerə çıxmaq böyük zövq verəcək. Yeni tanışlıqlarda böyük təəssürat yaradacaqsınız. Romantik hekayənin başlanğıcı istisna edilmir. Oğlaq bürcü. Sizi qeyri-adi uğurlu gün gözləyir. Uğur hər hansı bir cəhddə sizi müşayiət edəcək, lakin bu öz səylərinizi ləğv etmir. Bir çox oğlaqlar çoxdankı planları həyata keçirə biləcəklər. Etibarlı həmkarlar lazımi yardım və dəstəyi təmin edəcəklər. Nüfuzlu himayədarların meydana çıxması istisna edilmir. Yeni perspektivlər açılacaq, bu perspektivlərdən vaxtında yararlana bilmək vacibdir. Axşama yaxın ailə üzvləri ilə xırda fikir ayrılıqları mümkündür. Bununla belə diplomatiyanız və nəzakətiniz kobud kənarları tez bir zamanda hamarlaşdırmağa imkan verəcəkdir. Dolça bürcü. Günün çətinlik olmadan keçməsi ehtimalı azdır, lakin siz onların öhdəsindən uğurla gələcəksiniz. Şənlik, əzmkarlıq və özünə inam əsas üstünlükləriniz olacaq. Əksər dolçalar üçün perspektivli işgüzar tərəfdaşlarla əlaqələr qurmaq çətin olmayacaq. Ailə üzvləri işlərinizə müdaxilə etməyə çalışacaq və onların iştirakı təəccüblü müsbət olacaq. Siz inadkar olmamalı və hər hansı mübahisədə üstünlüyü əldə etməyə çalışmamalısınız. Enerjinizi iş nailiyyətlərinə yönəldin, onda nəinki təsirli nəticələr əldə edəcəksiniz, həm də sizin üçün vacib olan insanlarla mübahisələrdən qaçacaqsınız. Balıqlar bürcü. Səhər hər şeydən narahat olmağa meyilli olacaqsınız. Bu, yeni başlanğıclar üçün ən yaxşı vaxt deyil, lakin cari işlərin öhdəsindən uğurla gələcəksiniz. Bəzi balıqlar yaxınlarının problemlərinin həllinə vaxt ayırmalı olacaqlar. Bədbəxt təsadüflər ola bilər, lakin onlar sizi uzun müddət narahat etməyəcək. Günün ikinci yarısı ünsiyyət üçün əlverişlidir. Ətrafınızdakiları qazana və onlardan sizə lazım olanı ala biləcəksiniz. Əgər kifayət qədər səy göstərsəniz, gələcək uğurun təməlini qoya bilərsiniz.